Salam əziz müəllimlər, vaxtınız xeyir olsun. Bugün Edvento.net saytı üzərində bir digər canlı fəaliyyətlə, yəni live activity dediyimiz fəaliyyət növü ilə tanış oluruq. Bu fəaliyyət növümüz gəlin Sticky Notes olsun. Sticky Notes da çox məşhur və populyar bir fəaliyyət növüdür. Gəlin görək necə işləyir. Məsələn, gəlin deyək ki, burada bir Azərbaycanca seçək. Yazaq ki, məsələn, Alkanlar təqdimat. Belə bir şey yazdıq və create activity dedik. Mən burada ilk öncə Alkanlar təqdimat görürəm. Burada qarşı tərəfdə arxa fon üçün şəkil var. Onu seçək. Məsələn, belə bir şəkil seçək. Arxa fon üçün. Ondan sonra düşək aşağı. Məsələn, Alkan 1 Alkan nümunəsi hakkında təqdimat. Belə bir şey yazdıq. Burada ise izah yazaq. Bir Alkan nümunəsi götürüb onu qısa şəkildə izah edin. Nöqtə qoyduq burada. Və bu şəkildə tapşırığımızı da yaratdıq və bunları eləyəndən sonra burada yuxarıda save düyməsi var. Save düyməsi vurursunuz. Alkanlar təqdimat buradadır. Yeni bir pəncərədə açaq bunu. Bu şəkildə görünür. Burada deyir ki, bir Alkan nümunəsi haqqında təqdimat. Burada siz dediyimiz kimi, yəni bu kodu da paylaşa bilərsiniz. Şagird bununla da daxil ola bilər. QR kodu verə bilərsiniz. Skan eləyib daxil ola bilərlər. Və ya mənim elədiyim kimi linki götürə bilərsiniz. Məsələn, mən linki götürdüm. Başqa bir yerdə açdım. Və təbii ki, bu mənim belə deyək də, müəllim profilimdir. Amma bunun mənə dəxli yoxdur. Yəni, mən linki götürüb gəlmişəmsə, deməli, bu fəaliyyəti işləməyə gəlmişəm. Ona görə də fikir verirsinizsə, müəllim profili bu şəkildə görünür, kod görünür. Amma işləməyə gələn şagird profili bu şəkildə görünür. Yəni, müəllim profilində olan paylaşma imkanları şagird profilində yoxdur. Aşağı hissədə plus işarəsi var. Buradan daxil oluruq. Məsələn, metan haqqında bir təqdimat eləmək istəyirəm. Burada metan yazaq. Metanın şəklini götürək, şəkillər bölməsindən. Məsələn, gəlin elə bu gözəl metanımızı buradan götürək. Bu şəkildə onun arxa fonu var. Bircə dəqiqə daha maraqlı bir şəkil. Daha sadə bir şeylər tapmağa çalışaq. Bəli, bu ola bilər. Bu da var. Bu daha çox xoşuma gəldi. Bəli, bunu götürək buradan. Hazır. İndi metal haqqında təqdimat eləyə bilirəm. Məsələn, deyərsiniz ki, mən bu molekul haqqında danışacağım. Ya da ki, başqa bir datalar şagird əlavə eləyə bilir. 500 simvola qədər. Yəni, burada öz qeydlərini də buraya əlavə eləyə bilir. Burada şəkil simgəsi var. Şəkil simgəsindən daxil olur və metanın şəklini götürür. Buraya əlavə eləyir və buraya yeni deyirəm. Əlavə məlumat da daxil eləyə bilər və post deyir. Post dediği zaman həmin o metan molekulu ilə bir yerdə şagirdin belə deyək də təqdimatı bura düşür. Şagirdin təqdimatını müəllim ekranında da görə bilirik. Yəni bir çox şagird təqdimat eləyibsə fərqli rənglərdə bokslar görünür bu şəkildə burada. Və burada müəllim bunun üzərinə vurursa bu zaman böyüyür və burada şəkil görünür, altında yazdığı məlumat görülür və s. Və burada müəllim bunları özü də oxuya bilər, özü də baxa bilər, orqanayz edə bilər, sağa sola çəkə bilər bunları. Və ya şagird gələ bilər lövhəyə və bu şəkildə burada açıb, yəni proyektorda açıb öz təqdimatını eləyə bilər. Yəni artıq bu müəllimin seçimidir. 500 simvolda yetərincə geniş bir informasiyadır. Yəni təbii ki, çox qoyanda onu oxuyub bitirmək də olmur təqdimat vaxtı, amma 500 simvol gözəldir. Və bu da bizim canlı fəaliyyətlərdən biri olan Sticky Notes fəaliyyəti. Növbəti fəaliyyətlərdə görüşənə qədər deyirəm, hələlik.